Bu vaxta kimi təhvil verdiyim işlərin sayını heç özüm də bilmirəm, amma buna baxmayaraq hər biri mənim ağlımdadır. Hər bir iş məndə özünə məxsus iz buraxıb və o işlərin sayəsində mən özümü inkişaf elətdirmişəm və buna da davam edirəm. Olduğum sənətdən, bu sənətdə olduğum üçün çox şanslı hesab edirəm özümü. Çünki bu işlə mən özümü çox yaxşı ifadə edə bilirəm. Adım Əminə Məmmədova, vitraj ustasıyam. Eyni zamanda keramika ilə məşğulam, keramika boyama və keramika yapma. Artıq 14 ildir bu işlə məşğulam. Təhsilimi də bu üzrə almışam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii Qrafika fakültəsini bitirmişəm. Universitet illərindən boyama işinə marağım olduğu üçün elə o dövrümdən qabların üzərində, keramik və şüşə qablar üzərində müxtəlif rəsmlər işləyirəm. Və 2018-dən bu yana isə öz markamı qurmuşam, Edmur Craft və işlərimi bu marka adı altında satışını təşkil edirəm. Bu rəsm sahəsində özümü ən çox tapdığım vitraj texnikasına işləmək oldu. Amma bu sektorda da çətinliyim onda oldu ki, bu texnika Azərbaycanda yeni idi, mən başladığım dönəmlərdə. Ona görə istifadə olunan boyaları, yüksək keyfiyyətli boyaları biraz çətin tapa bilirdim və yaxud da istədiyim keyfiyyəti əldə edə bilmirdim. Müraciət elədim digər başqa ölkələrdə, Avropada yaşayan dostlarıma. Onlar mənə köməklik elədilər. Bu boyaların ən yaxşı keyfiyyətdə, ən yaxşı istehsalda hansı markalardır, onları tapmaqda mənə kömək elədilər. Beləliklə istədiyim keyfiyyətdə materialları yığdıqdan sonra işimi daha effektiv şəkildə müştəriyə təqdim etməyə başladım. Daha sonra çətinliyim işlərinin satışını təşkil eləməkdə oldu. Bildiyimiz kimi əl işlərinin satış qiymətləri, dəyəri yüksək olduğu üçün onun satışını təşkil etmək də biraz çətinlik yaradırdı. Amma buna baxmayaraq, çətin də olsa bu iş unikal olduğu üçün, təkrar olunmaz olduğu üçün bunun da öz kütləsi var, bu işlərə marağı olanların və beləliklə mən öz müştəri bazamı topladım və işimi daha da genişlətdim. Belə düşünürəm ki, hər bir sənətkarın yaratdığı işlər onun daxili dünyasını əks etdirir. Baxmayaraq ki, bu sahədə bir çox sənətkarlar işləyir. Düşünürəm ki, hər kəsin öz yanaşması var, fərqli yanaşması var və hər bir sənətkar mövzuya fərqli yanaşa bilər. Mənim də yanaşmam fərqlidir, dəsti xəttim fərqlidir. Bunun üçün də özümü daha da inkişaf elətdirirəm hər gün. Öz işimdə bütün incəlikləri öyrənməyə çalışıram ki, daha da irəliyə gedim. Çünki insan işləməsə, arxayın otursa ki, mən hər şeyi bilirəm artıq, o heç vaxt irəliyə bilməz, yüksələ bilməz. Bunun üçün də daim inkişaf elətdirirəm özümü, istər işlərimdə, iş saatlarımda, istərsə də mənə sifariş olunan işlər üzərində daha çox işləyirəm, sifarişçiyə daha çox informasiya ötürməyə çalışıram öz işlərimlə bağlı. Bu vaxta kimi təhvil verdiyim işlərin sayını heç özüm də bilmirəm, amma buna baxmayaraq hər biri mənim ağlımdadır. Hər bir iş məndə özünə məxsus iz buraxıb və o işlərin sayəsində mən özümü inkişaf elətdirmişəm və buna da davam edirəm. Olduğum sənətdən, bu sənətdə olduğum üçün çox şanslı hesab edirəm özümü. Çünki bu işlə mən özümü çox yaxşı ifadə edə bilirəm və düşünürəm ki, nə yaxşı mən bu sahəni seçmişəm. Yenə olsa yenə bu sahəni seçərdim. Çünki insan məncə olmaq istədiyi yerdə daha xoşbəxtdir. Bacardığı işi yaxşı şəkildə təqdim edə bilirsə, insan o halda xoşbəxt ola bilir ki, uğurlu olduğu yerdədir və mən belə düşünürəm ki, mən də öz işimi uğurla yerinə yetirirəm. Bunu sübut eləyir mənə olan müraciətlər, müştərilərin mənə geri dönüşləri və işlərimin bir çox beynəlxalq layihələrdə iştirakı, bir çox ölkələrdə olan sərgilərdə işlərimlə mən öz ölkəmi təmsil edirəm və buna görə də çox xoşbəxtəm və bu da mənim işimi uğurlu davam elətdirməyimin sübutudur.